Вот моя рыжуля вышла, выходил, сидит на моей голове, вот на моем силуэте. Мой силуэт. 7 октября 2025 год. Вторник. Всем народам Земли желаю мирное небо над головой, прекращение все вот эти конфликты в земном шаре, в человечестве. Доброго вторника, хорошими вестями, чтобы все воюющие пришли в разум, одумались, осознались, прекратили вражду. Сатана мутит их голову. Вот и моя белюшка пришел. А вот здесь октябрята моя. Октябрята. Большой-большой куст был, как этот сирень. Во дворе был, когда мы купили этот дом. Я высадила сюда. В октябре цветет. А рыжуля сидит на моем груди. Сегодня солнечный день очень. Ремонт воды идет. Ремонт делают на улице. Моя Белюшка. Ой, Белюшка, куда ты лез, грязный? Бессовестный, сейчас так пойдешь домой. А Рыжик кувыркается на песке, на куче песке. Около месяца я не выхожу, во двор даже не выходила. Только сегодня солнечно, я выходила. Какой ты грязный, а? Кувыркался там, сейчас домой пойдешь. Небо чистое, чистое, видите? Good morning, Purpose World, good morning, my friend's woman, good morning, my friend's man. Welcome, please, my channel, grandmother Sevda, singer, grandmother, singer, Armenia, Azerbaijan, Russian, singer, grandmother Sevda. Welcome, please, my channel. Thank you, my friends. Thank you, my friend's woman, my friend's man. Thank you, God. Thank you, God. Thank you, God. Amen. 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 Баря, бонца. Тамара, бонца. Нормально. Лявя махчидан. Ремонт. Воды идет. Сегодня воды нету.
Мой силуэт. Рядом рыжик сидит. Я ходунком хожу уже. Уже 5-й год ходунком хожу. 4 октября 2020 года я из-за моей манго собаки на улице упала, переломала бедро, оперировали. Уже боюсь, у меня нога, левая нога напополам вырубился. Пластину внутренней металлом, пластиной соединили мою левую ногу. Будьте осторожны, люди, никогда не спешите. Я хотела загнать мою мангу, собаку, который позапрошлом году тоже ушел на тот мир. Поэтому ходуном хожу, боюсь. Я сильно упала. Повернулась, хотела загнать мангу, упала. Солнышко. Симпатичный, хороший городок. Вот я сижу под чердаком сирени. Солнышко. Видите, какое яркое солнышко? А это моя октябрята. Белюшка, Белюшка, куда хочешь? Не надо, Белюшка. Куда лезешь? Я лохматая, я себе не показываю. Ну, сейчас покажу. Лохматая в домашнем халате. Барьер, жողովուրդ, հայրենիք, հայրենակիցներ, Ռուսաստանում ապրողներ, հայրենիքում ապրողներ, բարեկամներ, ծանոթներ, անծանոթներ, բարևներ լինի ձեզ։ Հոկտեմբերի 7-ը 2025 թիվն է, շաբաթի 2-րդ օրն է, բոլոր մարդկությանը, բոլոր ժողովուրդներին, բոլոր ընտանիքներին խաղաղություն եմ ցանկանում, ուրախ կյանք եմ ցանկանում։ Մի ամսից շատ է ես դուրս չեմ եկել։ Ինտերնետում, հեռուստատեսում սերիալներ եմ նայում, թուրքական, հայկական, ռուսական, օրագրեր եմ գրում ինքս։ Երբ աչղան գառնան կանար դռները, քնար դարձան աղբյուրները բինգյոլի, շարան անցան զուգված ուղտերը, քույրիկ ասավորի ճամփան բինգյոլի, շարան անցան զուգված ուղտերը, քույրիկ ասավորի ճամփան բինգյոլի։ Այս երգը իմ հայրիկի սիրած երգն էր։ Աստված ողորմի բոլոր մահացածներին, ձեր հարազատներին, իմ հայրիկին էլ
im hayriki merintaniki takrikneri Türkiye'yi Bingöl'için vanimotikneriz. Erko hazar tasniyerek tıbin hazar innahar tasniyerek tıbin antagiz dursen yekel pakılen. Bu okuduğum mahnı benim atamın rahmetliyin sevdiği mahnıydı. Atam da neçə dil bilirdi. Atamın ailesi, nenelerim, babalarım Türkiye'nin Van'ın yanında Bingöl'dendiler. 1918. yılda oradan köçübler. Azerbaycan, Gürcistan, Ermenistan tarafa. Atam bu Bingöl mahnını sevirdi. Atam da bir neçə dil bilirdi. Allah bütün ölenlerinize rahmet eylesin. Atam Fridun'a da rahmet eylesin. Mekanı cennet olsun. Amin. Ben de 4 dilde okuyorum. Güzel mahnılarım var. Öz doğma dilimde yazmışam. Güzel mahnılarım var. Ben sənət adamıyam. Uşaqlıqdan, institut vaxtından da Bakının Filarmoniyasından tətil vaxtlarımda pul qazanmaq üçün konsertlərə gedirdim. 37 manat 50 köpük alırdıq stipendiya. Mərdimazarların ucundan, vətənindən məni xilas elədilər. 5 nəfər mərdimazar cəzalarını çəkiblər. Amma Allah məni qorudu, yollarımı açdı. Rusiyada Qızıl Ulduz aldım, verdilər mənə. Kanallarımda, gündəliklərimdə göstərmişəm, varımdır. Ağdamda da SSR Mərkəzi Komitəsinin Qırmızı Aypara'daki de tiyatrodan başka yarım aklad 13 yıl Aypara'nın baş inspektörü, baş hekimin muaviniydim. Gastrollarda olmayanda ben o Aypara'nın Ağdam rayonunun Aypara'sını kaldırdım. Bedrettin Hekim xəstə adam idi, paralizovanı həkim idi. Allah rəhmət eləsin, gözəl insan idi. Neyse bacarığıma göre Ağdam rayonu icra hakimiyyətinin sədri Səyəf Erdiyev, Aydın Kuliyev, rayon birinci katibi Sadıq Murtuzayev məni çağırdılar. Dediler ki bacarıqlı kadınsan, tiyatroda kömək eləyirsən, elə bil tiyatronun ikinci müdürüsən. Aypara'da zəiflikdir, oranı da veririk sənə. 13 yıl orada işledim. Aypara'nın, Azerbaycan Aypara'nın Qızıl Xaç Aypara Cəmiyyətinin sədri Şövkət Həkim var idi, Allah rəhmət eləsin. Neyse 13 yıl işledim. Aypara'nın bütün rayonunun məktəblərində, təşkilatlarında, kolxozlarda, kəndlərdə ilk yardım dəstələri yarattım. Şəkilim də var. Şəkil albomunda koymuşam, xatirə qalsın. 2 dəfə Qırmızı Ulduz Mərkəzi Komitə məni veribdi. Allah General Lebedə rəhmət eləsin. Orada bu Qarabağ konflikti başlayanda o orada göndermişler, mayor idi onda. Aleksandr Lebed. Oranın komendantıydı, hərbi komendantı. Beni o xilas eləyib, onun hesabına sənət albomu, tiyatromun albomunu, şəxsi albomumu, şəkillərimi, sənədlərimi onun hesabına xilas eləmişəm. Bir çamadanda bahalı paltarlarımı, əlim yaralı idi. Bax bu əlim, bu deyir orada görürsünüz şuramı. De burada biləyimdə bax. Parmağımın kölgəsi düşür, bax. Şuramın üstüne bax, 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 bax. Bakıya qədər mənə kömək eləyib Aleksandr Lebed. Neyse, insanlar mərdimazarçılıq eləməyin. İnsanlara şərbətdən atmayın, günahdır.
Sonra cevap vereceksiniz, gec olacaq. Gec olacaq. Mənə 5 nəfər mərdimazarçılıq eləyən insanlar, Eyvaz Əliyev, Cəmilə Rəsulova Məmmədova, hansı ki, mənim hesabıma teatrımızda işlədi. Mənim hesabıma sonradan bu Qarabağ məsələsinə görə əməkdar artist aldı, fırıldaqçı, Ailə Dağdan. Sumqayıtda əri var idi, Vaqif Rəsulov, yoxsa Vaqif Məmmədov, Sumqayıtın teatrının artisti. Oradan teatrdan qovmuşdular, getmişdi Yerevana işləmişdi Cəmilə Rəsulova Məmmədova. Yerevanda da barlarda gedib lüt axşamlar oynayıb. Özü mənə danışıb bunu. Mən indi birinci dəfədir bunu danışıram. Özü mənə danışdı. Çünki o gəldi Ağdama götürüldü teatra. Bir ayın içində bir səhv yol verdi. 2 dəfə səhv elədi. Qovmaq istədilər. Məmməd Əmirova yalvardım ki, Məmməd müəllim cavandır, cavan qadındır. Nəysə mənim hesabıma oralarını danışmıram. Özünüz başa düşün də nə deyirəm. Nəysə məndən bacı kimi idi, sirrini bölüşürdü mənə. Amma Allah günahımdan keçsin. Çünki o ifritənin hesabına duz çörək kəsliyim. Xəstələnmişdim, mən onu Ağdamın mərkəzi xəstəxanasına götürdüm. Həkimləri tökdüm üstünə. Yanmışdı. Sabirin ailəsini dağıtdım. Sabirin Ağdamın Nəqliyyat Məktəbinin avtoşkolanın müəllimi Sabirin ailəsini dağıtdı. Sabirin arvadı müəllimə idi, yazıq dəli oldu. Ondan sonra Naqil Primovla, Siyavuş Sultanovla Narınc Məlikova tutdu. Narıncla saç olmaya düşdülər bizim yataqxanada. Ay Cəmilə, canını verəndə, ömrünün axır günündə, dəqiqədə canını verə bilməyəcəksən, axtaracaqsan məni halallıq alamaya, amma haqqım sənə haram olsun. Bu dünyada da, o dünyada da haqqım sənə haram olsun. Cəmilə Rəsulova Məmmədova teatrda mənim hesabıma qalıb işləyən, Fəxrəddin Hacıyevin aşnası, vicdansız kadın, nətər 2 dənə yekə oğlum var, utanmırdı nə? Utanmadın. İfritə, şeytana qulluq eləyən, Ailə Dağdan, pozğun, Cəmilə Məmmədova, Eyvaz Əliyev, Nazir Rüstəmov, Fəxrəddin Hacıyev, Cəmilə ilə utanmırdı. Bütün teatr bilirdi ki, o Sabirlə gəzib, ailəsini dağıdıb. Sonradan bu Fəxrəddin Hacıyev Tarçalan gəldi teatrımıza girdi. Bir 5 il məndən işləyib, axırıncı illər. Vicdansız mənə bacı deyirdi, xanım deyirdi. Administrator girdi, işləyirdi. Onun kabinetində oturub çay içirdi. Sonra Cəmilə ilə yaxınlaşdı, sevgili oldular, vicdansız alçaqlar. Tüh sizin namusunuza. Allah sizi cəzalandırdı, amma Allah məni ayağa qaldırdı, təhlükələrdən xilas elədi. Qurban olum Allahın varlığına, Allah hər şey görür. Allah hər şey görəndir, biləndir. Hər bir insanın ürəyini, fikrini, addımını biləndir. Addımını biləndir. Vicdansızlar. Vətəndə olsaydım, indi gözəl mahnılarım var. İndi mən də xalq artisti almışdım. Mənim əməkdarlığımı Azərbaycanın yeganə kanalı olan Azərbaycan ASTV-nin qonaq keçmişdi. Ağdam teatrı qonağımızdı. 1985-ci ilin aprel idi ya mart idi. Yadımdan çıxıb. Aprel ya mart idi. Getdik. 1 saat xalq artisti Sabir aparırdı. Aparıcı Sabir bəy, Allah rəhmət eləsin. Onda xalq artisti də öylədi. Sonradan xalqı olub. ASTV-nin aparıcısı idi.
Bir saat verilişimiz oldu. Orada 3 fragmentdə, 3 tamaşalardan, Tamahkardan, Sən nə üçün yaşayırsandan, Dağılan tifaq idi, səhv eləmirəmsə, yoxsa 3 baş rollarda mənim epizodlarım var. ASTV-nin arxivində var. Oradan gələndən sonra 85-in noyabrında bu noyabr bayramlarının hesabına mənə əməkdar artisti adı verildi, gəldi. Heç xəbərim yox idi. Aydın Kuleyevin katibəsi qaça-qaça gəldi bizim evə ki, təbrik edirəm Sevda xanım. Sənə əməkdar artisti adı verilibdi. Postu açdım, koymuşam Aydın Kuleyevin stoluna. Ama tiyatromuzun axırıncı müdiri Yılmar Qasımov, Aydın Kuliyev saxladılar mənim əməkdarımı kollektivdən. Onlar da mənə görə günah işlədi. Bağışlamıram. Kim ki Allah özü istəyər, bağışlayar, istəyər yox, mən haqqımı halal eləmirəm. Yılmar Qasımova kömək eləyirdim, qastrollar təşkil eləyirdim. Çünki jurnalisti də o teatrdan başı çıxmırdı. Neysə, bir şey var, artıq ağbirçək qadınam, nənəyəm. Cavanlığımda da, mən uşaqlığımda da, istəyirsiniz inanın, istəyirsiniz yox. Mən evimdə də bir adamın qeybətini eşitməmişəm ki, mənim valideynlərim kiminsə qeybətini eləsinlər. Mənim rəhmətli anam da, anam erməni qızı da, Anya, qeybət eləyənini yaxın durmurdu, qovurdu. Mən bir adam haqqında, bax indi o Cəmilə haqqında, bu 5 nəfər satqınlar haqqında nəysə deyirəm. Həm deyirəm, həm vicdanım məni içimdə deyir ki, gərək deməyəydin. Amma məcburam, mən burada nə gəzirəm? Mənim uşağım Azərbaycanlı qanı, Azərbaycanlı, ali savadlı, əli təmiz, vicdanı təmiz, namusu təmiz, gözəl bir şəxsiyyət, ali savadlı hüquqşünas, vətəndən uzaq yaşayır. O 5 nəfərin hesabına Allah onlara haqqımızı halal eləməsin. O vicdansızlara. Mən onu deyirəm ki, qeybət sevmirəm. Qeybət edən insandan da uzaq dururam. Üzünə deyirəm ki, indi mən addım qoyub aralanacağam, mənim də sözümü danışacaqsınız, amma mənim haqqımda nə bilirsiniz ki? Neysə, qeybət, şər, böhtan, alçaq şeytan işidir. Eləməyin insanlar, eləməyin insanlar, eləməyin. Mən deyirəm, bax bu Cəmilə Rəsulova məndən teatrda işləyən, indi Ağdamın Quzanlı tərəfdə hansı kənddə yaşayır. Çünki teatr Quzanlıdadır, hələ teatrın binasını tikiblər. Kanallara baxıram, amma teatr Quzanlıdadır, Quzanlı qəsəbəsində. Ayda Qasımova var, Fəquma Mehdiyeva var. Ayda indi teatrda işləyir, teatrın mavinidir, səhv eləmirəmsə. Bu yaxınlarda bilmişəm. İnanmırsınız, ondan soruşun mənim nə fəaliyyətim olubdu teatrda, nə hörmətim olubdu Ağdamda. Bütün məni sevən Ağdamlara təşəkkür edirəm, məni tanıyan, mənim fəaliyyətimi, aktyorluq sənətimi görən yaşlı adamlardır burada. Gör, neçə ildir, 90-cı ildən Rusiyada yaşayıram. Neysə. 7-si oktyabr 2025-ci ildir. Həftənin 2-ci günüdür. Bir aya yaxındır çıxmıram çölə. Həyətimizə də çıxmıram. Bu seriallar, dizilər ən çox Türkiyənin dizilərinə baxıram, seriallarına baxıram. Vətənin bütün kanallarına baxıram. ASTV-yə, RTV-yə. Gözəl mahnılarım var. Mətənət Əsədovya bağışlayardım, Nəsbəriyə bağışlayardım, Enər Abdullayeva bağışlayardım, oxuyardım. Gözəl mahnılar yazıram, musiqi. 95-ci ildən musiqilər yazıram, gözəl mahnılarım var. Çünki mən özüm də teatr aktyorluğundan başqa həm də xanəndəyəm. Cavanlıqdan, uşaqlıqdan, mədəniyyət evindən bugünə qədər gözəl səsim var. Aylı gecə sərin külək göçəmən, hər tərəfim əsir saçan yasəmən.
Amma məni heyrətlərə qərq edən, ancaq məni heyrətlərə qərq edən, neçə məndir, nəyə səmən, sən, ay gülüm, sən, yar, sən. Bu mahnını çox sevirdim. Şövkət xanımın Allah rəhmət eləsin. Dərələri mən oxuyurdum. 5 dəfə oxudurdular səhnədə. Çox sevirdilər o mahnını. Şövkət xanımın dərələrini, kəsməş kəsəsini oxumuşam. Ana laylasını oxumuşam. Sonradan indi öz mahnılarımı yazıram. İndi də yaşıma baxmayaraq baba səsim var. Ponço, hardan gəlirsən Ponço, Ponço? Ponço ilə. İnsanlar qovub gəlib bizdə yaşayırlar. Nə qədər xərc qoyuruq. Dağlar, dağlar, ulu dağlar, başı qarlı, qarlı dağlar. Siz yol verin mənə, gedim çıxım vətənimə. Bir də baxım, namərd dostun gözlərinə. Bir də baxım, namərd dostun gözlerine. Dağlar, dağlar, ulu dağlar, başı karlı, karlı dağlar. Dağlar, dağlar, ulu dağlar, başı karlı, sıra dağlar. Dağlar, dağlar, koca dağlar, yamaçları yaşıl dağlar. Siz yol verin önüme, gedim çıxım vətənimə. Bir də girim bağımıza, bir dolaşım evimizdə. Bir də girim evimizə, bir dolaşım bağımıza. Dağlar, dağlar, ulu dağlar, başı karlı sıra dağlar. Dağlar, dağlar, koca dağlar, tarihleri bilen dağlar. Yollarımı bağlamayın, yüreğimi dağlamayın. Gidin görün vətənimi, söndürün bu həsrətimi. Gidin görün vətənimi, söndürün bu həsrətimi. Dağlar, dağlar, ulu dağlar, başı karlı, karlı dağlar. Dağlar, dağlar, ulu dağlar, başı karlı, sıra dağlar. Dağlar, dağlar, koca dağlar, dünyanın şahidi ulu dağlar. Yollarımı bağlamayın, yüreğimi dağlamayın. Yollarımı bağlamayın, yüreğimi dağlamayın. Gedim çıxım vətənimə, gedim görüm Ağdamımı, söndürün bu həsrətimi. Gedim görüm vətənimi, söndürün bu həsrətimi, söndürün bu həsrətimi. Dağlar, dağlar, ulu dağlar, başı karlı, karlı dağlar. Bu mənim ikinci mahnımdır. O 5 nəfər satqınlara yazmışam. Fəxrəddin Hacıyevə, Eyvaz Əliyevə, Nazir Rüstəmova,
Cəmilə Məmmədova onları qoşulan, heç bir nə pisliyim, nə yaxşılığım keçməyən, mənə bir sənət adamı kimi hörmət eləmiş, Dərbəndin məktəbində müəllim işləyən Təhmasib, vicdansız alçaq hardan gəldi o qoşuldu? Onun günahı bu 4 nəfərdən də böyükdür. Çünki mən elə belə bir sənət adamı tanıyırdı. Onların məktəbində gətirirdik, tamaşa oynayırdıq. Mənə bir artist kimi hörmət eləyirdi. Haqqım sizə haram olsun, haqqım sizə haram olsun, haqqım sizə haram olsun. Eyvaz Əliyev, Nazir Rüstəmov, Cəmilə Məmmədova Rəsulova, Fəxrəddin Hacıyev, Təhmasib. Axtaracaqsınız, axtaracaqsınız, axtaracaqsınız. Halallıq istəməyə axtaracaqsınız. Alçaqlıq pis şeydir. Mən bu yaşıma qədər mən deyirəm, o vicdansız Cəmilə haqqında bir-iki o bildiyim özü danışıb mənə, estağfurullah, özü bilir ki, o mən hardan bilirəm. Yerevanın Azərbaycan teatrında işləyib. 1 il işləyib, 6 ay. Mənim yoldaşım da orada işləyibdi. Yoldaşım oradan gəldi. Mənim yoldaşımı içkiyə görə Azramadan çıxartmışlar. Gəldi Ağdamda bizlə işlədi, ailə qurduq. Bilmirdim ki, içəndi də, bilmirdim. Leyla Bədirbəyli gəldi, bizlə Vaqif oynadı. Mən də Gülnar oynayırdım, İsmail Dağıstanlı. Allah rəhmət eləsin. Leyla Bədirbəyli mənə bir bahalı kasınka bağışladı. Mənə dedi ki, mənə deyiblər ki, sən Eldar Əliyevin yoldaşısan. Sən ona layiq deyilsən. O pozğunun biridir. Azramadan onun üçün çıxardıblar. Sonradan gedib Yerevanda işlədi. Bizim teatrdan da, Ağdam teatrından da içdi. Çıxartdılar. Vaqifi məşq eləyirdik. Vaqif də Vidadini oynayırdı. Keyfli çıxdı səhnəyə. Vidadini məşq eləyirdi. Çıxartdılar. Getdi Yerevan teatrına. Sonra Yerevan teatrında Cəmilə ilə tanış olub. İkisi də təzədən gəldilər Ağdama. Yenə də yoldaşım səpə yol verdi. Yenə içkini şeyləmədi. Çıxartdılar. Allah rəhmət eləsin, torpaq qulağında olsun. Mən də ayrıldım. İnsanlar günah işləməyin, insanlar şərbətdən danışmayın, insanlara ləkə vurmayın, görmədiyinizi, bilmədiyinizi danışmayın. Görsəniz də, siz danışmasanız da, əgər mənim bir təhlükəli uzaq olsun, günahım varsa, mənə nəfəs verən, can verən, bu dili verən hər şeyi görür. Hamımızın, hər şeyimizi Allah görür. Bir dənə xahiş edirəm tamaşaçılar, kanalıma daxil olan, Sevda nənənin gündəliyinə baxanlar, axıra qədər baxın, səbirli olun. Çinarlar qatar, qalxıb zirvəyə çatar, dağa qısılıb yatar, mışıl dərələr, ay dərələr, yaşıl dərələr. Sizlərə vurğunam mən, nə yaxşı ki varsınız. Zirvələrə ucalan, yaşıl qanadlarsınız. Dərələr, yaşıl dərələr, ay dərələr, mışıl dərələr. Əgər ki yıxılsam çınar gözlərim, mən ona sığınıb arana baxım. Gözlərim görməsə, vətəni verin, mən onun gözüyle cahana baxmalıyım. Sizlərə vurğunam mən, nə yaxşı ki varsınız. Zirvələrə ucalan, yaşıl qanadlarsınız. Dərələr, yaşıl dərələr, ay dərələr, yaşıl dərələr. Nəsə əzizlərim, ürəyim çay istədi. Gedim evə, həm də bir serialım başlayacaq.
İşim peşem ona bakmaktır da. Siz de Allah size uzun ömür versin. Cavanlar yaşa dolanda göreceksiniz. Yaş öz işini görür. Giymək də istəmirsən hiçbir şey. Cavanlıq paltarım var, gözəl paltarım var. Paltarlarımı da özüm tikirəm. Elə bir qabiliyyətim də var. Özdə həmişə uzun geymişəm, həmişə uzun geymişəm. Topuğuma qədər, məktəb vaxtımdan da. Rəhmətli anam paltarımı qısaldırdı dizimə qədər. Gedirdim məktəbdə sökürdüm, uzadırdım. Neyse qurban olum Allahın varlığına. Allah hər kəsin ürəyincə versin, verir. Neyse hələlik. Gedim. 1 saatdir çöldəyəm. Bu da bu çiçəklər də oktyabr ayında, marozda, soyuqdan qorxmur. Düz dekabra qədər olacaq. Gedim, küçəmizə çıxdım. Şəhərdəki evimizə gedə bilmirəm, çünki 3-cü mərtəbədədir. Çıxa bilmirəm. Neysə getdim, hələlik. Kanalıma daxil olun. Parmağınızı like-a basın, səbirlə baxın amma.